Herkese selam arkadaşlar. Hamza hoş geldiniz. Necesiniz? Videomuza başlamadan önce video beğenmeyi, abone olmayı ve videoyu açmayı unutmayın. Əziz balalarım, mehriban dostlarım, xoş gəldiniz. Gəlin bugün birlikdə çox gözəl bir mövzuya toxunaq. Bir varmış, bir yoxmuş. Uzaq bir şəhərdə, yaşıl ağacların əhatəsindəki kiçik bir evdə Leylinin ailəsi yaşayırmış. Leylinin 6 yaşı var idi. O sarı saçlı, böyük gözlü, gülümsəməyi çox sevən bir qız idi. Leyli məktəbini, dostlarını, anasının bişirdiyi şorbaları, atasıyla axşam vaxtı baxdıqları ulduzları çox sevirdi. Amma Leylinin bir şeydən çox qorxduğu var idi, qaranlıqdan. Hər gecə işıq sönəndə Leylinin ürəyi döyünməyə başlayırdı. Otağının küncündəki kölgələr ona böyük heyvanlara bənzəyirdi. Pərdənin arxasından küləyin çıxartdığı səs onu titrədirdi. O yorğanın altına girər, gözlərini bərk-bərk yumar və get, get, get deyə pıçıldayardı. Amma qorxu getmirdi, qorxu orada qalırdı. Bir gün Leylinin ailəsi şəhər kənarındakı böyük bir evə köçdü. Bu ev köhnə, böyük bir bina idi. Divarları uzun, koridorları qaranlıq idi. Leylinin yeni otağı isə evin lap ucundaydı. O gecə ana onu yatırtdı, alnından öpdü, işığı söndürdü. Otaq qaranlıq oldu. Leyli yorğanın altında bərk-bərk büzüşdü. Pəncərədən ay işığı süzülürdü. Küləyin səsi eşidilirdi. Köhnə taxta döşəmə cırıldayırdı. Leylinin ürəyi sürətlə döyünməyə başladı. Orada nəsə var, deyə düşündü. Mən tək qala bilmərəm. Ana, qorxmaq pis şeydir. Əla sual balacam. Xeyr, qorxmaq pis bir şey deyil. Qorxmaq tamamilə təbiidir. Hər insan qorxur. Böyüklər də, kiçiklər də. Hətta mənim kimi analar da bəzən qorxur. Qorxu bizim bədənimizin bir siqnalıdır. Sanki içimizdəki kiçik bir zəng çalır. Diqqətli ol. Amma bu zəngi eşidəndə nə edəcəyimizi bilmək çox önəmlidir. Bunu bugün birlikdə öyrənəcəyik. Leyli yorğanın altında gözlərini yummuş, yatmağa çalışırdı. Amma yata bilmirdi. Birdən cırs, bir səs eşitdi. O yerindən sıçradı. Ürəyi döyündü, nəfəsi kəsildi. Sonra başa düşdü. Bu, pəncərədən içəri girən küləyin pərdəni yellətdiyi səsi idi. Amma Leyli artıq çox qorxmuşdu. Lazım deyil ki, burada tək qalam, deyə qərar verdi. Mən anama zəng edəcəyəm. O bağırmaq istədi, amma səsi çıxmadı. Sanki qorxu onu dondurub içərdə kilitləmişdi. Məhz o anda otağın pəncərəsinin önündə rəngarəng bir parıltı göründü. Sonra tık-tık. Pəncərə açıldı və içəridə 2 tanış sifət göründü. Gülgün, gözləri parlayan, saçları havada uçuşan, əynindəki nağıl pərisi kostyumu ilə. Atilla, əynindəki cəsur cəngavər zirehi ilə, əlindəki parlaq qalxanla. Onlar qollarındakı sehirli saatlarına toxunmuşdular və nağıl dünyasından Leylinin otağına gəlmişdilər. Gülgün, Leylinin adını pışıldadı. Leyli, Leyli, qorxma, biz buradayıq. Atilla, sən tək deyilsən dostumuz, biz həmişə köməyə gəlirik. Leyli gözlərini açdı. Onları görəndə ağlamaq istədi, amma bu dəfə sevincindən. Ana, qorxanda ağlamaq olar. Əlbəttə balacam, ağlamaq da çox təbii bir şeydir. Ağladığımızda içimizdəki ağırlıq azalır. Körpə ağlayanda biz onun nəyisə istədiyini anlayırıq, elə deyilmi? Böyüklər də ağlayanda rahatlaşırlar. Ağlamaq zəiflik deyil, ağlamaq cəsarətdir. Öz hisslərini ifa etmək çox gözəl bir xüsusiyyətdir. Gülgün Leylinin yanına oturdu, əlindən tutdu. Gülgün, Leylinin qorxduğunu bilirəm. Bu hiss çox ağırdır, elə deyilmi? Leyli başını yellədi. Gülgün, onda sənə birinci sirri deyim. Qorxanda ən birinci etməli olduğun şey nəfəs almaqdır.
Dərin, sakit, yavaş bir nəfəs. Atilla, gəl birlikdə edək. Burnundan yavaşca nəfəs al. 1, 2, 3, 4. İndi ağzınla yavaşca burax. 1, 2, 3, 4, 5, 6. Əla, çox gözəl etdin. Leyli nəfəs almağı öyrəndikdən sonra Atilla ona yaxınlaşdı. Atilla, Leyli, indi sənə ikinci sirri deyəcəyəm. Qorxanda gözlərini aç və ətrafına bax. Qorxu çox vaxt qaranlıqda yaşayır, amma biz işıq yandıranda görürük ki, orada əslində heç nə yoxdur. Atilla kiçik bir fənər çıxardı. Otağın küncünü işıqlandırdı. Leyli baxdı. Orada nə bir canavar vardı, nə bir kölgə. Sadəcə onun oyuncaq ayısı dururdu, küncə yıxılmış. Leyli güldü. Leyli, bu mənim mişmişim idi. Atilla, elədir. Qorxu bəzən bizi alladır. Biz bir şeyi görə bilmədikdə onu böyük və təhlükəli düşünürük. Amma işıq yandıranda həqiqəti görürük. Ana, mən qorxanda nə etməliyəm? Çox yaxşı sual. Gecə qorxanda bir neçə şey edə bilərsən. Birincisi, dərin nəfəs al. Az əvvəl öyrəndiyimiz kimi. İkincisi, işıq yandır. Kiçik bir gecə lampası çox kömək edir. Üçüncüsü, sevdiyin bir oyuncağı qucaqla. Dördüncüsü, əgər çox qorxursansa, anana və ya atana zəng et. Onlar həmişə sənin üçün oradadılar. Qorxunu tək daşımağa ehtiyac yoxdur. Leyli mişmiş oyuncaq ayısını götürüb qucağına bastı. Gülgün, Leyli, sənə üçüncü sirri də deyim. Sevdiyin birisini düşün. Ananı, atanı, sevimli oyuncağını. Onları düşündükdə ürəyin isinir, elə deyilmi? Leyli gözlərini yumdu. Anasının üzünü düşündü. Atasının gülüşünü. Onların əllərinin istiliyini. İçindəki qorxu biraz daha kiçildi. Gülgün, bu sehirdir Leyli. Sevgi qorxudan güclüdür. Balacalarım, bu çox doğrudur. Biz sevdiyimiz birini düşündükdə beynimiz xoşbəxt hisslər ifraz edir. Elmlə sübut edilmişdir ki, sevgi hissi qorxunu azaldır. Ona görə də qorxanda ananı, atanı ya da sevimli dostunu düşün. Bu vaxt bayaqdan küləyin çıxartdığı cırıltılı səs yenidən eşidildi. Amma bu dəfə Leyli donub qalmadı. O dərin bir nəfəs aldı. Ətrafına baxdı. Sevdiyi insanları düşündü. Sonra özü pəncərəyə yaxınlaşdı. Pərdəni kənara çəkdi. Bayaqki böyük, dəhşətli şey nə idi? Yalnız bir ağac dalının pəncərəyə dəyib cırıltı çıxarması idi. Leyli güldü. Uzun müddətdən sonra ilk dəfə ürəkdən güldü. Ana, qorxanda qaçmaq lazımdır. Bu çox ağıllı bir sual. Bəzən qaçmaq lazımdır. Məsələn, həqiqətən təhlükəli bir şey varsa, biz oradan uzaqlaşmalıyıq. Amma çox vaxt qorxduğumuz şey əslində təhlükəli deyil. Sadəcə bizə tanış gəlmir. O zaman qaçmaq əvəzinə anlaşmağa çalışmaq daha yaxşıdır. Tırtılın kəpənəyə çevrildiyini bilirsiniz, elə deyilmi? O da baramanın içindən çıxarkən qorxub. Amma çıxır və uçur. Gülgün, Atilla və Leyli İçi birlikdə pəncərənin önünə oturdular. Göy üzündə ulduzlar parıldayırdı. Atilla, Leyli, sənə dördüncü sirri deyim. Qorxanda onu danış, bir nəfərə de. Mən qorxuram. Bu sözlər ağırdır, amma onu dilə gətirəndə yüngülləşirsən. Leyli, amma mən heç kimə deməkdən utanıram. Gülgün, utanmağa dəyməz. Cəsur olmaq, qorxmamaq demək deyil. Cəsur olmaq, qorxduğunu bilə-bilə addım atmaq deməkdir. Ən cəsur insanlar da qorxurlar. Fərq odur ki, onlar qorxularını danışırlar. Balacalarım, bu çox böyük bir həqiqətdir. Heç vaxt qorxunuzu içinizə salıb saxlamayın. Anaya, ataya, müəlliməyə ya da etibarlı bir böyüyə deyin. Mən qorxuram. Bu söz sizi azad edir. Həmin gecə Leyli anasını çağırdı. Ana tez gəldi, yanına oturdu, əlindən tutdu. Leyli, ana, mən qaranlıqdan qorxuram. Anası, bilirəm balacam, mən sənin yanındayam. Bu qısa cümlə, mən sənin yanındayam, Leylinin bütün qorxusunu apardı. Gülgün və Atilla pəncərənin önündən Leylini izlədi. Onların üzündə xoşbəxt bir gülüş vardı. Atilla, bax Gülgün, Leyli bizə ehtiyac duymuşdu. İndi isə daha güclüdür. Gülgün, cəsarət öyrənilir Atilla.
Hər qorxduqda biraz daha cəsur olursan. Onlar sehirli saatlarına toxundular və rəngarəng bir parıltı içində getdilər. Ana, həmişə qorxaq olsam, nə etməliyəm? Balacam, həmişə qorxaq deyə bir şey yoxdur. Sən qorxursansa, bu o deməkdir ki, sənin hissiyatın çox güclüdür. Sən hər şeyə diqqət edirsən. Bu bir qüsur deyil, bu bir xüsusiyyətdir. Amma bu hissi idarə etməyi öyrənmək olar. Hər gün kiçik bir addım at. Bugün bir şeydən az qorxdunsa, bu böyük bir uğurdur. Günü-gündən güclənəcəksən. Günlər keçdi. Leyli hər gecə Gülgün və Atilla'dan öyrəndiklərini tətbiq etdi. Qorxduğunda dərin nəfəs aldı. İşıq yandırdı, sevdiyini düşündü. Anasına dedi. Əvvəllər gecənin uzunluğu ona əzab verirdi. İndi isə gecə onun üçün sakit, ulduzlu, rahat bir vaxt idi. Mişmiş ayısı isə həmişə onun yanındaydı. Bir müddət sonra Leylinin məktəbində bir hadisə oldu. Sinif tamaşası vardı. Bütün uşaqlar səhnəyə çıxmalı idi. Leyli rolu öyrənmişdi, amma pərdə açılanda Leyli dondu. Salonda yüzlərlə adam vardı. Hamı ona baxırdı. Ürəyi güclü döyünməyə başladı. O, bayaqki hissi tanıdı. Qorxu. Amma bu dəfə Leyli bilirdi nə etmək lazımdı. Gözlərini yumudu, dərin nəfəs aldı. 1, 2, 3, 4. Sonra yavaşca buraxdı. 1, 2, 3, 4, 5, 6. Gözlərini açdı, anasının üzünü tamaşaçılar arasında tapdı. Anası ona gülümsədi. Leyli gülümsədi. Sonra əzbərlədiyi sözləri dedi. Addımlarını atdı. Rolunu oynadı. Tamaşanın sonunda hamı əl çaldı. Ən çox da anası. Ana, insanların qabağında çıxış etməkdən qorxuram. Nə etməliyəm? Çox aktual sual. Bu qorxu çox yayğındır. Hətta böyük insanların çoxu da bunu hiss edir. Birincisi, nəfəs al. Hər zaman olduğu kimi. İkincisi, tamaşaçılar arasında sevdiyin birinin üzünü tap və ona bax. Üçüncüsü, özünə de. Mən bacara bilərəm. Mən hazırlıqlıyam. Bu sözlər bəzən sehir kimi işləyir. Dördüncüsü, yadında saxla. Oradakı insanlar sənin yaxşı etməyini istəyirlər. Onlar sənin dostlarındır, düşmənlərin deyil. Tamaşadan sonra Leyli anasının qucağına atıldı. Leyli, ana, mən qorxmuşdum, amma etdim. Anası, bax bu əsl cəsarətli qızım. Qorxduğunu bilərkən etmək. Balacalarım, bu cümləni biraz düşünün. Qorxduğunu bilərkən etmək əsl cəsarətdir. Cəsarət qorxmamaqdır deyirlər, amma bu doğru deyil. Cəsarət qorxduğun halda addım atmaqdır. Bir neçə həftə sonra Leylinin qonşuluğunda kiçik bir uşaq yaşamağa başladı. Onun adı Əli idi. Əli yeni şəhərə gəlmişdi, heç kimi tanımırdı. Məktəbdə tək oturur, heç kimlə danışmırdı. Leyli bunu gördü. Əlinin gözlərindən bir şey oxudu, qorxu. O Əlinin yanına getdi. Salam, mənim adım Leylidir. Yeni gəlmisən, elə deyilmi? Mən də bir vaxt tək idim. Gəl mən sənə buranı göstərim. Əlinin üzü işıqlandı. Balacalarım, bu çox önəmlidir. Bəzən biz özümüz qorxuruq, bəzən isə başqasının qorxduğunu görürük. O zaman nə etmək lazımdır? Yanına get, gülümsə, əlini uzat. De ki, mən sənin yanındayam. Bu kiçik bir hərəkət birinin bütün dünyasını dəyişə bilər. Ana, dostum qorxanda mən nə etməliyəm? Çox gözəl sual. Dostun qorxanda əvvəlcə onun yanında ol. Heç nə deməsən belə, sadəcə yanında olmaq çox şeydir. Sonra soruş, nə hiss edirsən? Ona qulaq ver. Sonra birgə dərin nəfəs ala bilərsiniz. Həmçinin onu güldürmək də kömək edir. Gülüş qorxunu azaldır. Amma ən önəmlisi, onu mənasızlaşdırmayın. Qorxma, heç nə deyil, deməyin. Əvəzinə deyin, anlayıram, qorxuludur, mən sənin yanındayam. Aradan 1 il keçdi.
Leyli artıq o köhnə Leyli deyildi. Qorxduğunda donub qalan, yorğanın altında büzüşən Leyli. O artıq bilirdi. Dərin nəfəs almağı, işığı yandırmağı, sevdiyini düşünməyi, qorxusunu danışmağı, dostuna köməyə getməyi. Leylinin otağının divarına kiçik bir kağız yapışdırılmışdı. Üstündə öz xətti ilə yazmışdı. Qorxmaq pislik deyil. Qorxanda nəfəs al. Bax, düşün, danış, addım at. Bir gün gecə Leyli pəncərədən baxırdı. Göy üzündə ulduzlar parıldayırdı. Birdən uzaqdan rəngarəng bir parıltı gördü. Gülümsədi. Onlardır, deyə düşündü. Məni seyr edirlər. Pəncərəni açdı, əlini yellədi. Uzaqdan kiçik iki parıltı geri yellədi. Balacalarım, bugün birlikdə çox şey öyrəndik. Gəlin bunları xatırlayaq. Qorxanda nə etmək lazımdır? Birincisi, dərin nəfəs al. Bədəninə sakitləş siqnalı göndər. İkincisi, ətrafına bax. Qorxduğun şeyi tanımağa çalış. Çox zaman görəcəksən ki, orada sadəcə bir oyuncaq ayısı var. Üçüncüsü, sevdiyin birini düşün. Sevgi qorxudan güclüdür. Dördüncüsü, qorxunu danış. Kiməsə de, mən qorxuram. Bu söz sizi azad edir. Beşincisi, bir addım at. Kiçik olsa belə, hər addım sizi daha cəsur edir. Altıncısı, birinə köməyə get. Başqasına uzanan əl öz ürəyimizi də gücləndirir. Əziz balacalarım, həyatda qorxular olacaq. Bu normaldır. Amma hər qorxduğunuzda yuxarıdakıları xatırlayın. Bir də xatırlayın ki, siz heç vaxt tək deyilsiniz. Ananız var, atanız var, müəlliminiz var, Allahın köməyi var. Həmişə köməyə çağıra bilərsiniz. Cəsarət qorxunun olmadığı yer deyil. Cəsarət qorxuya baxmağın adıdır. Siz bugün çox yaxşı uşaqlar olduğunuzu mənə göstərdiniz. Suallarınız ağıllı idi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizi çox sevirəm. İndi isə gəlin birlikdə bir dua edək. Əllərimizi açaq. Ey Allahım, bizi hər qorxudan qoru. Ürəklərimizə sakitlik ver. Bizi sevdiklərimizlə birlikdə hifz et. Cəsarət ver, əmanət ver, güc ver. Bizi yaxşı insanlar et. Həm özümüzə, həm başqalarına faydalı. Amin. Amin. Arkadaşlar, artık biz nağılımızın sonuna geldik. Sağdan soldan çıkan videoları izlemeyi unutmayın. Kendinize iyi bakın. Görüşürüz. Bye bye.